First of all, I want to say our solidarity because today the January 20th and the Black January, and our solidarity with the Azerbaijani people always with you, and we always support territorial integrity, sovereignty and freedom of Azerbaijan. İlk növbədə sizinlə həmrəyliyimizi ifadə etmək istəyirəm. Bugün 20 yanvardır və biz Azərbaycan xalqı ilə tam həmrəyik. Biz hər zaman sizinləyik. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və azadlığını daim dəstəkləyirik. Azərbaycanın bizə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Bugün təqdim olunan növbəti humanitar yardım paketi bizim üçün çox önəmlidir. Xüsusilə qış dövründə elektrik infrastrukturumuza qarşı həyata keçirilən hücumlardan sonra bu yardım böyük əhəmiyyət daşıyır. Azərbaycan prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına dərin minnətdarlığımızı bildiririk. Biz qardaş ölkələr kimi bir yerdə olduğumuzu hiss edirik. Demokratiya və azadlıq uğrunda yaşadığımız bu ağır dövrdə sizin dəstəyinizi heç vaxt unutmayacağıq. Never forget your support during this terrible time for us, for democracy, for freedom. Thank you very much.